Bağça işə qəbul və sertifikasiya hazırlaşan dəyərli tərbiyəçi müəllimlər. Mən Zəhra Zamanova, Edi Kompaniya Təhsil Şirkətinin məktəbəqədər təhsil sahəsi üzrə təlimçisi. Bu gün sizlərə idraki tələbatda pedaqoji ədəbiyyatda motivasiyanın növləri haqqında məlumat vermək istəyirəm. Və hər bir tərbiyəçi müəllimini qarışdırdığı bir mövzulardan biridir. İlk öncə pedaqoji ədəbiyyatda motivasiyanın birinci növü oyuncağa kömək adlanır. Bu motivasiyanın məqsədi odur ki, uşaqların nəydən razı olub olmadıqlarını müəyyən etməkdir. Əsas səbəb uşaqlara sərbəstlik verilməsidir və ən əsas burada uşaqlar köməkçi, müdafiəçi kimi iştirak etmiş olurlar və hər bir personajın obrazlarını təqlid etmiş olurlar. İkinci növ motivasiyanın növü mənə kömək et adlanmış olur. Bu motivasiyanın əsas məqsədi uşaqlarda kommunikativ bacarıqlar, yəni ünsiyyət bacarıqlarını, qarşılıqlı əlaqəni təmin etməyin bünövrəsini qoymuş oluruq. Və biz burada əşyaları yaradaraq, hər bir uşağın meylini, marağını nəzərə almış olaraq, artıq uşaqlar qurduğumuz hər bir işlə bağlı öz istəklərini, öz arzularını müəyyən etmiş olurlar. İkinci növ motivasiyanın növü mənə öyrət motivasiyası adlanır və bu motivasiyanın əsas cəhəti odur ki, artıq burada uşaqlar bilikli və bacarığı olduqlarını təmin etmiş olurlar və bu motivasiyanın növünə əsaslanaraq hər bir uşaq özləri öz işini yaratmış olur. Artıq sərbəst şəkildə öz işlərini müəyyən etmiş olurlar və artıq ünsiyyət bacarıqları, idraki bacarıqlar tam yüksək səviyyədə formalaşmış olur. Dördüncü növ motivasiyanın növü öz əllərimizlə əşyaları yaratmaqdır və adından da göründüyü kimi artıq uşaqlarda tənqidi təfəkkür tam şəkildə yüksək səviyyədə inkişaf etmişdir və bu motivasiyanın növündə hər bir uşaq sevimli oyuncaqlarını və hər bir uşaq öz əsərini yaratmış olur və bununla da biz artıq uşaqlarda idraki tələbatı yüksək səviyyədə inkişaf etmiş oluruq.